Kanalımıza hoş gelmişsiniz. Bugün biz Azərbaycan xalqının tarixində dərin iz bırakmış, hüzünlə yanaşı qürur hissi yaşadan 20 yanvar faciəsini yad etmək üçün bir araya gəlmişik. Bu tədbirdə azadlıq uğrunda canından keçən şəhidlərimizin əziz xatirəsi həsr olunur. İndi isə 20 yanvar faciəsində həyatını itirən şəhidlərimizin, azadlıq uğrunda canından keçən qəhrəman oğul və qızlarımızın əziz xatirəsini bir dəqiqəlik sükutla yad etməyi xahiş edirik. Allah rəhmət eləsin. Respublikasının dövlət himni səsləndirir. Azərbaycan xalqının tarixində dərin iz bırakmış faciəvi bir gündür. Həmin gecə Sovet İmperiyasının silahlı qoşunları Bakı və Respublikamızın bir sıra bölgələrinə yürüdülərək dinc əhaliyə qarşı ağır zorakılıq törətmişdir. Gecə yarısı şəhərə daxil olan tanklar, avtomatlar və hərbi texnika qarşısında silahsız insanlar dayanmış, küçələr qan və göz yaşına bürünmüşdür. Bu qanlı hadisə nəticəsində rəsmi məlumatlara görə 131 nəfər dinc sakin qətlə yetirilmiş, sonradan aldığı yaralar səbəbilə ümumilikdə 147 nəfər şəhid olmuşdur. 744 insan yaralanmış, 841 şəxs isə qanunsuz olaraq həbs edilmişdir. Həlak olanlar arasında qadınlar, uşaqlar və insanlar da olmuşdur. Bu faktlar 20 yanvar hadisələrinin dinc əhaliyə qarşı törədilmiş ağır cinayət olduğunu bir daha təsdiqləyir. Bu hücumun əsas məqsədi Azərbaycan xalqının azadlıq və müstəqillik iradəsini sındırmaq idi. Lakin xalqımız bu zorakılıq qarşısında geri çəkilmədi. Əli yalın
Qalan insanlar tankların qarşısına çıxaraq azadlıq istəklərini canları bahasına müdafiə etdilər. Xalqın əbədi qüruru. 20 yanvar faciəsində şəhid olan ağa və qızlarımız Azərbaycan tarixində azadlığın ilk müjdəçiləri kimi yadda qaldılar. Onların tökdüyü qan müstəqil Azərbaycan dövlətinin bünövrəsinə çevrildi. Bu faciədən sonra xalqımız daha da birləşdi və azadlıq uğrunda mübarizəsini qətiyyətlə davam etdirdi. Biz bugün 20 yanvar şəhidlərini dərin ehtiram və minnətdarlıq hissi ilə yad edirik. Onların hər biri bir ailənin faciəsi, bir ananın gözyaşı, eyni zamanda da bir xalqın qürur mənbəyidir. Şəhidlərimizin xatirəsi xalqımızın yaddaşında əbədi yaşayır və gələcək nəsillərə vətənpərvərlik, azadlıq sevgisi aşılayır. 20 yanvar həm hüzün, həm də qürur günüdür. Bu tarix bizə azadlığın asan qazanılmadığını xatırladır. Azərbaycan xalqı şəhidlərinin xatirəsini daim uca tutacaq və onların əmanətinə sahib çıxacaqdır. 20 yanvar 1990 Qəhrəmanlıq sevgisi, xalqın azadlıq mübarizəsi, qətlə yetirilən insanlar, doğulan əzimkarlıq, həqiqət uğrunda ölümləriyle ölümü kamına çəkdi şəhidlər, cəsarət mülkünü dikdi şəhidlər, torpağın bağrına cəsədləriyle azadlıq tuğunu əkdi şəhidlər. İndi isə 6A sinifinin şeir və məlumatları təqdim olunur. O gecə qaranlıq çökmüşdü yerə, tarix milyon kərə təkrarlanırdı, körpələrin üzərinə tank yeriyirdi, qanlı çuxurlar altın başıydı, neçə masum insan bulandı qana, zalimlar zülm etdi məzluma cana, amatəm əks olundu Azərbaycana. O gün çox günahsız insan qırılıb, körpələr, qadınlar qanda boğulub. O gün çox zülümlər olub bizə, danışsan bir sığışmaz sözə. O günün üstünə qara bağlanıb, hər ilin o günü kövrəlirəm mən. Ötsə də, keçsə də neçə il, o gündən dəyişib hər şey elə bil. Üzlərdə təbəssüm dizgisi itib, bir yolluk bağlanıb qara qərənfil. 20 yanvar gecəsi, göydən ölüm yağırdı yerə. O aylı gecədə, ahı varlı gecədə, Bakı için ağlayırdı. Onların günahları torpağını, vətənini sevməsi idi. Hünər elə çox oldu, səsi aləmə çatdı. Kədər elə çox oldu, torpağı da ağlatdı. İllərin ürəyindən axıb qarardan gedir. Azadlıq meydanından, dağüstü parka doğru qara bir karvan gedir. Gəlib çıxdın indi qoca yaşına, qəm buludu yığılmışdı başına, qurban olub torpağına, daşına, sən indi azadsan vətən. Həyatımda ilk dəfə bu qədər qan görürdüm, qan içində çalxalanan Azərbaycan görürdüm, hər birinin arkasında sınan könül görürdüm. Bugün Arzu'nun azadlıq günü, bugün azadlığın zirvə günüdür. Ulu babaların səpdiyi dəni, göyərdən millətin zərbə günüdür. Bugün min illərlə gələn yolların sabaha açılan nur qapısıdır. Haqqını istəyən mərd oğulların şərəflə keçdiyi nur qapısıdır. Bugün yer üzündə ən gəlib xalqın özünə yenidən dönüm anıdır. Bugün hüzün günü, qəm günü deyil, səfarət günüdür, qürur günüdür. Şəhid rütbəsinə qalxan zamanlar, sinəsi hər zülmə qalxan zamanlar, zamandan iləri sıçrayıb yəqin, tarixlər tarixdən qaldı o gecə. O qanlı yanvar gecəsi belə, sanki eyni tarix, eyni havası, göz
gecəsi, düşünsən bu tarix necə yazıldı, unutmayanların qanlı gecəsi. Bu 20 yanvarda yaxşı oldu, illəri oturdum, gözlərim doldu. Sanki həmin tarix qanlı o yanvar, yaxşı bugün də bu tarix oldu. Əlimizdə qərənfil, dilimizdə haqq sözü, bu günahsız millətə kömək olsun haqq sözü. Hər başdaşa çevrilir, şərəf deyilər üstünə, bir əlmi qoyulubdur hər məzarın üstünə. O gün hissələrə səpildi güllər, oxundu ağıllar, deyildi dillər, deşdi kökümüzü alovlu dillər, alçaqlar alçaqca qırdılar bizi. Analar gözündə qurudu yaşlar, uşaqlar əlinə aldılar daşlar, məzarlar önündə əyildi başlar, gül kimi torpağa sərdilər bizi. Qaranlıq bir gecə idi, xalq ayrıldı birdən-birə, azadlıq eşqi ilə çıxdı meydana ürəklə. Vətənim qan ağladı, qara yanvar gecəsi, sızı sızladı, qara yanvar gecəsi. Sanki qəsdə durdular, atəş deyib vurdular, bağrımızı yardılar, qara yanvar gecəsi. Bu gün ürəklərdən qorxunun qopur, ölümün əli ilə çıxan gün ölür. Millətin divləri, əjdahaları birliyin gücü ilə yıxan günüdür. 20 yanvar günü o qanlı gecə, silahsız xalqıma divan tutuldu. Azadlıq deyərək toplaşan xalqa odlu silahlardan atəş açıldı. Əryalın xalqın dinc əhalinin üstünə onlarla tank yeridildi. Tarix görməmişdi belə vəhşilik, yüzlərlə həmvətən şəhid edildi. Nə qoca, nə cavan, nə qız, nə gəlin, əzdilər, keçdilər, körpələrəcən. Bakı qan ağladı, fəryad qopardı, gecədən başlamış düz səhərəcən. Qorxuyla döndərmək istəsələr də, xalq öz amalından geri dönmədi. Nə şaxta, nə ordu, nə də ki tanklar xalqımın əzmini qıra bilmədi. Qatil gülləsinə qurban gedərkən, gözünü sabaha dikdi şəhidlər, üç rəngli bayrağı öz qanlarıyla vətən torpağını çəkdi şəhidlər. Deyirlər şəhərə qoşun yeridir. Bu gecə başı yaşmayacaq. Niyə bu torpağımızda yox? Sus, yerə çökür. Biz gecəmə üçün doğulmamışıq. Son xəbərdarlıqdır. O silahı oğluna doğrultma, sənin anan var. Aman deyir. Əmri yerinə yetiriləcək. Siz tankla gəlmiş, biz sürəklə. Bunlar qorxsuzdur, silahdan da qorxmurlar. Onlar silahsız idi. Onlar sadəcə haqq istəyirdi. Mən son dəfə deyirəm, hamı yerə çökəcək. Biz cinayətkar deyilik. Siz qanunu pozursunuz. Hansı qanun öz torpağımızda yaşamaq qanunsuzdur? Sən sus. Susmaq üçün çox gecdir. Bu torpaq bizimdir. Şəhərdə fövqəladə vəziyyət olub, ancaq çox adam bundan xəbəri yoxdur. Şəhər sakinlərinin əksəriyyəti komendant saatında səhər xəbər tutur. O silahları yığışdırın qorxaqlar. Qarşımızda uşaq ana ata var. Əmrə tabe ol. Biz diş köçməyəcəyik. Bunlar qadın uşaqdır. Əmrə qarşısaq biz küllələyərlər. Yerə çökür. Biz bu gün ölsək də sabah azad doğulacağıq. Mən sənin qarşında diz çökmürəm. Mən
deyirsən, sən üsyansızsan. Xeyr, mən Azərbaycan anasıyam. Mən qorxuram, amma qorxum azadlıqdan böyük deyil. Torpaq üstünə atamısan verir. Mən necə geri çəkilə bilərəm? Bəzən bir gecə əsri oyadır. Siz unutacaqsınız. Vətən uğrunda canından keçən unudulmur, əbədi yaşayır. Atəşə hazır olun. Dayan! Bu gecə hamı böyüyür. Deyirəm ki, sabah sağlıdır. Buradayam, qorxma. Əllərim titriyir, titriyir, amma səni buraxmayacaq. Mən bu gecə qorxdum qızım. Qorxumu da gizlətmədim. Amma bunu bil ki, insan qorxa-qorxa da dindirə bilər. Bu torpaq qorxudan imtina edənlərin torpağı. Amma şəhər olacaq, olacaq, amma biz əvvəlki kimi olmayacağıq. Vətən nəzmunu, el aşıqı, sülh əskəriyik. Biz vətən naminə ölsək, dirilərdən diriyik. Mənim öz ulduzumu bağrına basmış hilalım. Duyma düşmən nəfəsindən ona çirkaf ulaşa. Sənin öz bayrağının kölgəsi cənnətdir sənə. Günəş hər gün doğuranda içimizdən vətənə. Bizim iqbalımızı yazdı qılıncın kəsəri. Bizi biz etdi dədəm qorqu dovuznamələri. Ey Azərbaycanımız, Türk'ün oğuzlar vətəni, ər oğullar, ər igidlər, kişi qızlar vətəni. Sənin haqqın da azadlıq, sənin eşqin de iman, tapınar haqqa və insanlığa haqdan doğular. Bilmədilər, sığmamışıq. Bəli, bugün vətənimizin başı üzərində dolaşmakta olan qara bulutları Ali Baş Komandan Cənab İlham Əliyevin rəhbərliyi ilə müzəffər ordumuz qolmuş torpaqları yağı düşməndən xilas etmiş. 2-ci Qarabağ müharibəsi zəfər çalmışıq. Azərbaycanın 2020-ci il Azərbaycanın tarixinə zəfər ili kimi daxil olmuş şəhidlərimizin qisası alınmışdır. 2-ci Qarabağ müharibəsinin hər günü əsgərlərimiz döyüş meydanında, prezidentimiz Ali Baş Komandan İlham Əliyev informasiya meydanında müharibə aparırdı. 2023-cü ilin 19-20 sentyabr tarixlərində Azərbaycan ordusunun həyata keçirdiyi bir günlük antiterror tədbirlər nəticəsində suverenliyimiz tam bərpa olunmuşdur. Bəli, bugün də Azərbaycan şəhidlik zirvəsinə ucalan oğul və qızlara hədsiz ehtiramla yad etdik və daim yad edəcəyik. Tarix yazdı igidlər, hamısı əzizimizdir. 4 günlük müharibə şanlı tariximizdir. Çox şükür günlərə biz qazandıq qələbə. Həvəsli oluram, həvəsləmən oluram bu şeirimin qələmə. Candan əsisənə canə yaşa Azərbaycan. Zəfər günü mübarək, çox yaşa Azərbaycan. Mən sənin torpağında boy atmışam və səni istəmişəm, qalxmışam, səni sümbürləmişəm. Eşqini ürəyimdə yaşatmışam və səni bir sözünü inanmayı, coşkun sözünü qoymuşam. Mən səndən öyrənmişəm, eşqi də hicrəti də, insanlar təbiyyəti, sonsuz məhəbbəti də. Dəmir yumruq düşmənə mənzir başına idi, düşməndən qara baxsın, daim qala bilməzdir. Yeni tarix yazıldı, qəhrəman adlarından, ellərdə sən oxudu, tarix yazanlarından. Bugün azadlığın, müstəqilliyin, qan ilə yazılmış temel günüdür. Ölümün üzünə dik baxa-baxa, özgür yaşamağın bədəl günüdür. Ürəyimdə tükənməz məhəbbətinlə, dünyaya səs salır sənin qüdrətinlə. Əzəlimsən, bugünümsən, sonumsən, Azərbaycan mənim ana vətənim. İgidlərin sayı gəlib sayılmaz, tarixə ad salıb silinməz. Oğlun qızın kimsələrə əyilməz. Azərbaycan
Azərbaycan, mənim ana vətənim. Şücaətli oğullar, bayram çalışdı hər yana. İmza atdırdınız ən müqəddəs məqama. Yaşa vətən, çox yaşa, yaraşır zəfər sənə alqış. Min kərə alqış, zəfəri bəxş edənə. Bizə zəfər yaşada, şəhidlərimizin ruhu, qazilərimizin, əskərlərimizin qarşısında baş əydik.